Canlıların əsas həyati xassələri. Canlılar dedik ki, mikroskopik olmağından asılı olmayaraq, böyük və kiçik canlıların hər birində həyati xassələr müşahidə olunur. Yəni, həyati xassələri canlıların dedikdə kimyəvi tərkibi, maddələr mübadiləsi, çoxalması, böyümə və inkişafı, tarixi inkişafı, yaşamaq uğrunda mübarizəsi, hərəkət bunlar nəzərə alınır. Kimyəvi tərkibi canlılarda bir çox kimyəvi elementlərə rast gəlinir ki, bunlar əsasən 4 kimyəvi element canlıların tərkibində var. Oksigen, karbon və azot və hidrogen elementləri. Yadınızda saxlayın, canlı və cansız arasında fərq molekul səviyyəsindən başlayır. Yəni, atom səviyyəsində canlılar və cansızlar arasında heç bir fərq yoxdur. Atom səviyyəsindən başlayaraq bu fərq olur və 4 elementdən ibarətdir. Əsas 4 element canlıların demək olar ki, əksəriyyətində rast gəlinir. Maddələr mübadiləsinin əsasını qidalanma, tənəffüs və ifrazat tutur və maddələr mübadiləsində üzüm maddələrin sintezi, assimilyasiya, yəni birləşmə deməkdir. Üzüm maddələrin parçalanması dissimlyasiya adlanır. Həm assimilyasiya, həm dissimlyasiya prosesi enerji nəticəsində həyata keçirilir. Ən çox da dissimlyasiya prosesinin də, yəni üzüm maddələrin parçalanması nəticəsində bir çox enerjilər yaranır. Həmən enerjilər hesabına assimilyasiya prosesləri həyata keçirilir. Çoxalma canlıların özünü törətmə qabiliyyəti var və bu yer üzərində fasiləsiz olaraq mövcuddur. Hər bir canlı özünə məxsus, yəni valideyninə özünə oxşar nəsil törətməsi onun irsiyyəti adlanır və irsiyyət də nəsildən nəslə irsən ötürülür. Böyümə və inkişaf nədir? Ümumiyyətlə, böyümə orqanizm kütlə və ölçülərinin artması deməkdir. Lakin keyfiyyət dəyişkənliyidir. Lakin inkişaf isə bəzi canlılarda ömrünün axırına qədər, fərdi inkişafının ömrünün axırına kimi davam edir. Lakin bəzi canlılarda isə məhduddur. Məsəl üçün, biz bakteriya, üzr istəyirəm, heyvanlarda böyümə məhduddur, inkişaf ömrünün axırına kimi davam etmir. Lakin bitkilərdə olsun, bakteriyalarda olsun, göbələklərdə böyümə ömrünün axırına qədər, yəni inkişaf ömrünün həm böyümə və inkişaf ömrünün axırına qədər davam edir. Yəni, heyvanlarda məhdud böyümədir. Hərəkət isə, yəni canlıların fəzada yer dəyişmə qabiliyyəti hərəkət adlanır ki, hərəkət özü pasiv və aktiv hərəkət vardır. Heyvanlarda təbii ki, biz bilirik aktiv hərəkət var, lakin bitkilərdə də hərəkət var, sanki pasiv hərəkətdir. Məsəl üçün, yarpaqların işığa çöndəlməsi və yaxud da kökün torpağın dərinliyinə doğru getməsi bu hərəkətləri misal göstərə bilərik. Qıcıqlanma da hər bir canlının özünə məxsus qıcıqlanma xüsusiyyətinə malikdir. Biz keçmişdik ki, həm sinir hüceyrələri olan canlılarda, həm sinir hüceyrələri olmayan canlılarda da qıcıqlanma qabiliyyəti vardır. Bunun tropizm, taksis kimi formalarını demişdik. Tarixi inkişaf, yaşamaq uğrunda mübarizə, hər bir canlı həqiqətən də inkişafı onun sadədən mürəkkəbə doğru inkişaf etməsi bu təkamül adlanır. İstənilən bir canlının təkamülü vardır və istənilən bir canlı ətraf mühitə uyğunlaşması vardır ki, yaşayış mühitinə uyğunlaşmaq üçün bir çox bədənində və yaxud da funksiyalarında, hərəkətlərində, davranışında bir çox dəyişikliklər əmələ gətirir ki, bunun səbəbi isə yaşayış mühitinə uyğunlaşmasıdır. Digər dərsimiz canlıların quruluş səviyyəsi. Canlıların quruluş səviyyəsini biz öncədən də keçmişdik ki, burada şəkildə verilən sinir hüceyrəsidir, ulduz şəkilli. Sinir hüceyrəsi birləşərək sinir toxumasını əmələ gətirir. Yəni, sinir hüceyrəsi neyronlardır. Neyronlar bir-birlə birləşərək sinir toxuması əmələ gətirir. Baş beyni, orqanlar isə birləşir, orqanlar sistemini, yəni sinir sistemini əmələ gətirir. Ümumiyyətlə, canlıların quruluş səviyyələri hansı səviyyədən başlayaraq aparılır? Molekulyar səviyyədə. Nədir molekulyar səviyyə? Molekulyar səviyyə quruluş dərəcəsindən asılı olmayaraq bütün canlılarda, bunu müstəqillərimizdə saxlayaq, bütün canlılarda, yəni zülallardan,
nuklein turşularından, polisaxaridlərdən və digər molekullardan təşkil olunmuşdur. Məhz irsi məlumatların ötürülməsi də məhz molekul səviyyəsindən başlayır. Çünki artıq molekul səviyyəsində DNT molekulu var. DNT molekulunda isə irsi məlumatların ötürülməsi kimi bir çox proseslər məhz molekul səviyyəsindən başlayır. Ümumiyyətlə canlıların kimyəvi tərkibini öyrənən elm sahəsi biokimya adlanır və bundan başqa biofizika elmi də vardır. Hüceyrə səviyyəsi. Hüceyrə canlıların ən kiçik həm dedik quruluş, həm də inkişaf vahididir. Ümumiyyətlə hüceyrənin quruluşunu, kimyəvi tərkibini, hüceyrənin çoxalmasını öyrənən elm sahəsi isə sitologiya elmi adlanırdı. Bunu demişdik. Toxuma səviyyəsi və orqan səviyyəsi. Biz bilirik ki, toxuma və orqan səviyyəsi çoxhüceyrəli bitkilərdə və eukaryotlarda, çoxhüceyrəli ali bitkilərdə və çoxhüceyrəli heyvanlarda artıq yastı qurtlar tipindən başlayaraq, məsəl üçün heyvanlarda toxuma və orqan səviyyəsi baş vermişdir. Toxuma və orqanın quruluşunu öyrənən elm sahəsi isə histologiya adlanır. Yəni toxuma səviyyəsində canlıları öyrənən elm sahəsi histologiya adlanır. Orqanı nə əmələ gətirirdi? Hüceyrələr və hüceyrəarası maddələr birləşərək toxumanı, toxumalar qrupu birləşərək orqanı əmələ gətirir. Biz də bilirik ki, insan orqanizmdə 4 qrup toxuma var: birləşdirici, sinir, epitel, əzələ toxuması. İstənilən bir orqanın əmələ gəlməsində 4 qrup toxuma iştirak edir. Bitkilərdə də toxuma qrupları 6 ədəddir: törədici toxuma, örtük toxuması, ötürücü, mexaniki, əsas və ifrazat toxumaları. Bunlar da birləşərək bitkilərdə bir çox vegetativ və generativ orqanları əmələ gətirir. Digər səviyyəmiz orqanizm səviyyəsidir ki, hər bir fərdin özünə məxsus quruluşunu, həyat fəaliyyətini öyrənən elm sahəsi orqanizm səviyyəsidir. Orqanizm səviyyəsini necə öyrənir? Orqanizmin anadan olduqdan fərdi inkişafın, yəni ölənə qədər davam etdiyi dövrüdür. Yəni anadan olduqda burada fikir cümlə yanlış ola bilər. Mayalanma baş verdiyi andan, yəni ölənə qədər inkişaf dövrü, bunu ontogeniz adlanır. Biz də bilirik ki, ontogenizin həmin embrional dövrü var, həm postembrional dövrü var. Embrional dövrü bətin daxili dövrdür. Postembrional dövr isə anadan doğulduqdan ölənə qədər keçdiyi dövr postembrional dövr adlanır. Digər səviyyəmiz populyasiya və növ səviyyəsidir. Populyasiya xalq deməkdir. Ümumiyyətlə nədir populyasiya? Burada demək istəyirəm. Şəklə də diqqət yetirsək, populyasiya eyni növdən ibarət olan canlıların bir sahədə, bir yerdə, eyni ərazidə yaşaması məhz populyasiyadır. Yəni populyasiya eyni növdən əmələ gələn fərdlər cəmidir və yaxud da fərdlər qrupudur. Və populyasiya növ səviyyəsində baş verən tarixi inkişaf prosesi nəticəsində də altından xətt çəkirəm. Hətta yeni növlərin yaranmasına səbəb olur. Bu necə baş verir? Yəni populyasiyada olan növlər bir yerdə yaşayır. Daha sonra onlar arasında tədriclər baş verir, ayrılmalar baş verərsə, yeni növlərin yaranmasına səbəb ola bilər. Yəni eyni növə aid olan, tarixən müəyyən ərazidə yaşayan fərdlər cəmi nə adlanır? Populyasiya. Təkamül təlimində deyəcək. Digər səviyyəmiz biogenetik səviyyədir ki, biogesinoz səviyyəsidir. Biogesinoz səviyyəsi şəklə diqqət yetirsək, burada heyvan da var, günəş də var, bitki də var. Yəni canlıların müəyyən ərazidə, canlıların birgə yaşamağa uyğunlaşan müxtəlif canlı qrupların birgə yaşadığı mühit biogesinoz əmələ gətirir. Burada biogesinozda deyirik ki, həmi abiotik amillər var, həmi biotik amillər var. Yəni ekologiya elmi ilə əlaqəli olandır. Mühit amili həmi canlı ola bilər, həmi cansız ola bilər. Cansız mühit amilləri abiotik amillərdir. Canlı amillər isə biotik amillərdir ki, bunların birlikdə yaşaması biogesinoz səviyyəsini əmələ gətirir. Digər ən ali səviyyə yer üzərində yaşayan bütün canlılar biosferi əmələ gətirir ki, biosfer yer kürəsində canlılar yaşayan sahəsidir. Və yadınızda qalsın, biosfer səviyyəsində testlərə düşür. Bu isə maddələr dövranı və enerji çevrilmələri baş verən sahə biosfer səviyyəsidir. Biz də bilirik ki, coğrafiya fənnindən biosferin 3 təbəqəsi vardır: atmosfer, hidrosfer, litosfer. Litosfer torpaq, hidrosfer su deməkdir, atmosfer hava, sfera kürə deməkdir. Biosfer 3 təbəqədən ibarətdir: atmosfer, hidrosfer və litosfer və burada canlıların ən ali
yaşadığı sahədir. Burada da maddələr dövranı və enerji çevrilmələri baş verir. Gəlin bu çalışma 2-yə baxaq. Həyatın ən ali quruluş səviyyəsi, həyatın yadınızda qalsın, ən ali quruluş səviyyəsi məhz sonuncu dediyimiz biosfer səviyyəsidir. Biosfer səviyyəsi ən ali quruluş səviyyəsidir. Orqanizmin həyat fəaliyyəti prosesinin sinir-humoral tənzimi. Sinir-humoral tənzimi dedik ki, orqanizm, insan orqanizmi, məsəl üçün sinir və humoral yolla tənzim olunur. 4-də B-yə 4 yazarıq. Burada 7 yazdıq, 4 yazdıq. Sitoplazmanın hərəkəti müşahidə olunur. Adlarını deyəcəm. Hüceyrə səviyyəsindədir. Bəli, sitoplazmanın hərəkəti. İrsi məlumatların ötürülməsi başlayır. DNT molekulyar səviyyədə. Şimal marallarının miqrasiyası. Artıq bir şimal maralı varsa, növ, populyasiya növ səviyyəsində. Nüvənin bölünməsi həyatın quruluş səviyyəsində, bu quruluş səviyyəsində özünü göstərir. Nüvənin bölünməsi də yenə hüceyrə səviyyəsində baş verir. Yazda alma ağaclarının çiçəklənməsi müşahidə olunur. Ya artıq burada alma ağacından söhbət gedirsə, bu da orqanizm səviyyəsindədir. Zualların quruluşu və funksiyaları öyrənir. Yenə molekulyar səviyyədə, çünki molekulyar səviyyədə DNT var, zülal və polisakaritləri dedik. Qaraciyəri öd ifraz etməsi isə bu isə toxuma və orqan səviyyəsində baş verir. Digər çalışma 3-ə baxdıqda isə burada quruluş səviyyəsinin ardıcıllığı. Hüceyrənin tərkibinə daxil olan zulallar, yağlar, karbohidratlar, bunlar yəni molekulyar səviyyədir. Birinci 2-ni götürə bilərik. Daha sonra dedik ki, molekulyar səviyyədən sonra hüceyrə səviyyəsidir. Hüceyrə səviyyəsində burada sinir hüceyrəsi olan neyron verilibdir. Bəli. Daha sonra toxuma səviyyəsidir ki, vəzili epitetdir. Bəli, toxuma səviyyəsindədir. Düzdür, toxuma səviyyəsi. Daha sonra toxumalar birləşir, ürəyə əmələ gətirir. 5 ürəyin quruluşu doğrudur. Ürəyin quruluşundan sonra diqqət yetirsək, insan orqanizmidir. 1-i yaza bilərik, orqanizm. Ən sonda isə növdür ki, dərəkəli insan növünü götürmüş olaraq. Ardıcıllığımız 2, 3, 6, 5 və burada 1 və 4. Yəni birinci insan orqanizmi, sonra isə növ olaraq dərəkəli insan növünü götürə bilərik. Digər mövzumuz hüceyrə və orqanizm canlı sistemdir. Hüceyrədə olan hüceyrənin, yəni kimyəvi tərkibi. Hüceyrənin kimyəvi tərkibini əsas diqqət yetirək ki, dövrü sistemdə, yəni Mendeleyev cədvəlində 118 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bu 80-ə qədər elementin 27-si əsasən hüceyrədə müxtəlif funksiyalar yerinə yetirirlər. Və kütlə payına görə hüceyrədə olan elementləri biz makro və mikro elementlərə bölürük. Əgər kütlə payı 0,1%-dən çox olan elementlər makro elementlər, 0,1%-dən az olan elementlər isə mikro elementlər adlanır. Öncə bilməliyik ki, makro elementlərə əsasən 4 qrup element aiddir. Bunlar oksigen, karbon, hidrogen və azot elementləri. Bax, bu şəkildə də diqqət yetirsək. Ən çox üstünlük təşkil edən təbii ki, oksigendir, karbon, hidrogen, azot. Daha sonra makro elementlərə fosfor, kalium, kükürt, xlor, kalsium, maqnezium, natrium və dəmir kimi elementlərə aid etmək olar. Yadınızda qalsın, makro elementlərdən ən az kütlə payına malik olan, ən az olan dəmirdir. Makro elementlərdən ferium elementidir, dəmir. Mikro elementlərdən isə ən az olan flordur. Yadınızda qalsın, ən az olan flor. Dəmir indi hardadır? Biz bilirik ki, dəmir məsəl üçün hemoqlobinin tərkibində, maqnezium bitkilərdə olan xlorofil pigmentinin tərkibində, kalsium sümüyün tərkibində ola bilər. Daha sonra kalsium həm də fosfor sümük toxumasının tərkibindədir. Bundan başqa kalsium qanın laxtalanmasında iştirak edir. İnsulin hormonunun tərkibində mis elementi, tiroksin hormonunun tərkibində yod elementinə rast gəlmiş olar. Bu hissəyə diqqət yetirmək lazımdır elementlərin tərkibində. Mikro elementləri isə sinkdir, misdir, yoddur, flordur. Bunlar mikro elementlərə aid edilir. Mütləq şəkildə əzbər bilməliyik. Sink,
mis, yod, flor, kobalt, selen. Bunlar mikroelementlərdir. Makroelementlər isə dedik, azotdur, hidrogendir, karbondur, oksigendir, kükürdür, xlordur, kalsium, maqnisium, natrium və kalium elementlərinə misal göstərə bilərik. Bundan başqa hüceyrənin tərkibində kimyəvi elementlər ionlar şəklində və yaxud da maddələr şəklində olur. Və biz bilirik ki, hüceyrənin tərkibi üzvü və qeyri-üzvü maddələrdən təşkil olunmuşdur. Məsəl üçün, üzvü maddələr yağlar, sulallar, karbohidratlar. Hər üç üzvü maddənin tərkibində karbon elementinə, karbon, hidrogen və oksigen elementinə hər üç üzvü birləşmədə rast gəlinir. Lakin zülal molekulunda bu elementlərdən başqa maqnisium elementinə, azot elementinə, kükürt elementlərinə rast gəlmək olar. Hətta yod elementinə də rast gəlmək olar. Yadınızda qalsın. Deməli, üzvü maddələrin hər üçündə eyni oxşar xüsusiyyət karbon, hidrogen, oksigen atomunun olmasıdır. Lakin zülal molekulunda da maqnisium, azot, kükürt, yod elementlərinə də rast gəlmək olar. Digər bu hissədə əzbər olan hissələrdən biri də bu hissəni əzbərləməliyik. Bəzi canlı orqanizmlərdə, toxuma və orqanlarında müxtəlif kimyəvi elementlər toplayır ki, bu da ətraf mühit şəraitinin indikator rolunu oynayırlar. Yəni, məsəl üçün, heyvanlardan şüalar, kök ayaqlar, asidilər, bitkilərdən yosun, qaymaq çiçəyi və su gülü. Bunları əzbər bilməliyik. Şüalar hansı elementləri toplayır? Kalsium və stronsium. Bunu necə yadınızda saxlayın? Çünki kalsium ikinci qrup elementidir, 2 valentli elementdir. Stronsium da elədir. Yadınızda saxlayın. Kalsium və stronsium. Kök ayaqlarda necə yadınızda saxlayın? Bariumman kalsium elementi. Yəni barium, kalsium dedikdə birəcəm dolu gəlir bu söz. Ona görə kök ayaqlar. Asidilər rahatdır. Vandium elementidir. Yosunlarda yod elementidir. Qaymaq çiçəyində litium, su gülündə radium elementlərinə rast gəlinir. Yenə təkrar deyirəm, şallarda kalsium, stronsium, kök ayaqlarda barium, kalsiumdur, asidilərdə vandium, yonsunda yod, qaymaq çiçəyində litium, su günündə radium elementlərinə rast gəlinir. Bu hissəyə ehtiyac yoxdur, çalışma 2-yə düşməz. Digərinə baxaq, çalışma 2. Qanın laxtalanmasında iştirak edir. Təbii ki, qanın laxtalanmasında iştirak edir kalsium. Xlorofil strukturunun komponentidir maqnisium. Hemoglobinin tərkibinə daxildir dəmir. İnsulinin tərkibinə daxildir sink, tiroksin hormonunun tərkibinə daxildir yod elementi. Üzvü və qeyri-üzvü maddələr arasında əsas fərq hansı səviyyədə baş verir? Molekul səviyyəsində. Cavab burada molekul səviyyəsindədir. Hüceyrədə olan mikroelementlərə yoddur, flordur, mis aiddir bu hissələr. Qalxana bənzər vəzinin tərkibinin tiroksinin əsas hormonu yoddur. Zülalların tərkibində karbon, hidrogen, oksigenlə yanaşı maqnisium, azot, kükürt elementlərinə də rast gəlmək olar. Digər hüceyrənin qeyri-üzvü birləşmələri. Hüceyrənin qeyri-üzvü birləşmələrinə su və mineral duzlar daxil edilmişdir. Su, ümumiyyətlə insan orqanizminin bədəninin 3/2 hissəsini su təşkil edir. Və yadınızda qalsın, bu bizə testlərə lazım olur. Məsələ həllərində, qan məsələsi həllərində və s. Hüceyrə dedikdə, hüceyrənin tərkibində suyun miqdarı soruşulsa, deyirik ki, yəni suyun miqdarı 70-80% təşkil edir mütləq şəkildə. Minimum 70%, maksimum 80%dir. Qeyri-üzvü maddələr 1,5%, üzvü birləşmələr 18,5 və yaxud da 25%-ni təşkil edir. Ən çox üstünlük təşkil edən qeyri-üzvü maddələrdən oldu su. Burada diqqət yetirək. Nə veribdir? Sümük toxmasının tərkibində suyun miqdarı 20%. Əlavə mən deyəcəm, hətta pi toxmasının tərkibində də 20% suya rast gəlinir. Baş beyin hüceyrələrinin 85%-ni su təşkil edir. Bir də embrional dövrdə embrionalın tərkibində
90%-ə qədər su var. Bunu da yadımızda saxlayaq. 90% su embrionun tərkibindədir. Bir də bilirik ki, qanın plazması var ki, plazmanın da 90%-ni su təşkil edir. Daha sonra əzələ hüceyrələrində 75%, 8-ci sinif dərslikdə verilmişdi. Qaraciyər hüceyrəsinin isə 70%-ni su təşkil edir. Su orqanizmdə əsasən həll edicidir və bir çox kimyəvi reaksiyaların həyata keçirilməsində mühüm rol oynayır. Suda həll olmasına görə maddələri hidrofil və hidrofob maddələrə bölünür. Hidro su deməkdir, fileo sevirəm deməkdir, fob qorxu deməkdir, phobos qorxu, nifrət, hidro su deməkdir. Maddələrin suda həll olmasına səbəb olaraq onların su ionları ilə birlikdə hidrogen rabitəsinin yaratmasıdır. Əgər həmin maddələr su ionları ilə hidrogen rabitəsi yaradırsa, bunlar hidrofil maddələrdir. Yox, hidrogen rabitəsi yaratmırsa, hidrofob maddələrdir. İndi yadınızda qalsın. Hidrofil maddələrə hansı maddələr aiddir? Hidrofillərə misal olaraq monosaxaridlər, yəni glukoza, fruktoza, galaktoza, saxaroza, maltoza, əksər sayda quruluşlu duzlar, daha sonra bəzi zülallar da hətta hidrofil maddələrdir. Lakin hidrofob maddələr suda həll olmayan maddələrdir ki, lipidlər, polisaxaridlər, əksəriyyət zülallar. Məsəl üçün, lipidlərdən A, D vitamini yağda həll olur. Yağlar, xolesterin, lisitin, daha sonra cinsiyyət hormonları, biz demişdik ki, estrogen, progesteron, testosteron, androgen cinsiyyət hormonlarını deyə bilərik. Polisaxaridlərdən nişasta, selulozanı misal göstərə bilərik. Digər qeyri-üzvü maddələrdən mineral duzlardır. Mineral duzlar suda əsasən ionlar şəklində, bəzən də kationlar şəklində rast gəlinir. Burada yəni duzların, kristalların toplanmasıdır. Ən çox bizim bədənimizdə daxil olan qeyri-üzvü maddələrdən natrium xlorid duzudur ki, natrium xlorid duzu biz onu həmişə qida ilə əlavə qəbul edirik. Ümumiyyətlə, natrium və kalium duzları, xlorid duzları insanın sinir toxumasında, bu hissənin altından xətt çəkək, elektrik impulslarının yaranması və ötürülməsində, əzələ toxumalarında isə yığılmasının meydana gəlməsində iştirak edir. Mütləq yadınızda saxlayın. Sinir toxumasında elektrik impulslarının yaranmasında və ötürülməsində, əzələ toxumalarının yığılmasında iştirak edən hansı duzlarda natrium və kalium duzlarını misal göstərə bilərik. Və ümumiyyətlə hüceyrənin həyat prosesi daxilində hüceyrəyə daimi müxtəlif maddələr daxil olur, müxtəlif maddələr yaransa da hüceyrənin daxili mühiti demək olar ki, sabit olur və bu daxili maye mühitin sabitliyini mineral duzlar və su təşkil edir. Hüceyrənin tərkibində 80-ə qədər kimyəvi elementə rast gəlinir, lakin onlardan 27-si əsas funksiyaları yerinə yetirir. Suda yaxşı həll olunan maddələr hidrofildir. Hidrofob maddələri yağlar aiddir. Bütün yağlar hidrofobdur. Hüceyrədə su əsasən nə mənbəyidir? Kimyəvi reaksiyalar üçün mühitdir. Enerji mənbəyi deyil su. Mühit, kimyəvi reaksiyaları həyata keçirilmək üçün yaradılan bir mühitdir. Su burada da fizikadan düşüb. Bu maksimal sıxlığa nə zamandır? 4 dərəcə Selsidə su maksimal sıxlığa malik olmuş olar.